Elə zəhləm gedər. O sözün vəsatında o biricilə vəsətə deyə qeybət qırmayın. Sən qeybət qırpırsan, cəhənnəm ol gedi oturdu da. Səni bir oxsalar zancirin qırırlar. Az ba, mən qeybət eləməyim, nə pux yiyim ba evdə sübdən axşama kimin, hə? Sən mənə deyəcəyim, qeybət eləməyim, nə pux yiyim? Qardaş arvadının sözünü danışsan, akşam qardaşınla arvadı bir şəmişir götürəcəklər düz bizə. Baldızın qeybətini eləsən, akşam bir zopa götürəcəklər, soxulur gözümə. Bacının sözünü danışsan, küstü 3 ilə kimi. Xala qızılan sözünü danışsan, harda gördülər bilən götürdən döndürəcəklər. Biz yıxılsın be, kimin sözünü danışaq? Elə məcburam ki, qonşunun qeybətini eləyək. Qoy küssün, neçə il küssün. Dibi çıxanda üzümü döndərəm, o yana keçərəm də, qoğum deyir ki, cəhənnəmə. Oğlum, baba qeybət eləməyəndə şirin geçmir axı. Günün geçmir, şirin olmur. Adam elə qeybət eləyəndə xoş gəlir adama, əbəl fəzək. Qeybətin özünün bir hüsnü var. Düz de bilirik ki, o dünyada Allah zancirləri qızdıracaq, zopaları qızdıracaq soxa gözümüzə. Amma bayın ki, bilirik də zopalar biləmizə yerləşəcək, amma həyamız yoxdur elə. Qeybətə həmçinin idamə veririk. Siz nə açır? Siz də qeybət eləsiniz? Hərdən bir xala qızıla qatırıq, həm qızıyı, həm qızını xala qızıya, qardaş arvadın baldızı, qaynar vadıya qatıb qatışın, məxlutiyə çar məğzı çıxır eşiyə. Çar məğzı da yiyəndə görürsünüz nə xoş gələr, qeybət dil ona bənzər bir şeydir. O ta ha danış, adamın içalatı geçir.